Gürcüstanda yeni patriarxın seçilməsinin ilk mərhələsi başa çatıb. Mitropolit Şio, İobi və Qriqoli əsas namizədlərdir. Şio müqəddəs sinodun 20 üzvünün dəstəyini alaraq liderdir. Digər iki namizəd isə 7-7 səs toplayıb. İndi kilsə 49 ildən sonra ilk dəfə keçiriləcək genişləndirilmiş məclisə hazırlaşır. Gizli səs vermədə 39 nəfərlik sinodun ən azı 20 səsini toplayan namizəd patriarx seçiləcək. Məclis 17 maya qədər müqəddəs üçlük kafedralında keçiriləcək və təxminən 2000 nümayəndə iştirak edəcək. Gürcüstan hökumətinin strukturu, səlahiyyətləri və fəaliyyət qaydaları haqqında qanuna dəyişikliklər bugün parlamentdə ikinci və üçüncü oxunuşda müzakirə edilərək səs verməyə çıxarılacaq. Qanun layihəsi hüquq mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsinin yaradılmasını nəzərdə tutur. Həmçinin bu vəzifənin səlahiyyətləri və çərçivələri müəyyən ediləcək. Zərurət yaranarsa, digər normativ aktların da bu qanuna uyğunlaşdırılması təmin olunacaq. Dəyişikliklər sürətləndirilmiş qaydada müzakirə edilir. Artıq məlumdur ki, dövlət naziri vəzifəsini Mamukam Dinarəcə tutacaq. Səhiyyə nazirinin parlamentə çağırılması hökumət administrasiyası qarşısında etiraz aksiyası keçirən valideynlər tərəfindən müsbət qarşılanıb. Düşen əzələ distrofiyası xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri ümid edirlər ki, bugün bütün suallara cavab veriləcək. Onların əsas tələbləri yeni dərmanların ölkəyə gətirilməsi, dövlət proqramı ilə maliyyələşdirilməsi və müvafiq tədqiqatların aparılmasıdır. Bu əzələlərin zəifləməsi ilə xarakterizə olunan genetik xəstəlikdir və ölkədə təxminən 80 nəfər bu diaqnozla yaşayır. Nazir isə sözü gedən preparatları eksperimental adlandırır və ABŞ və Avropa dərman agentliklərinin məlumatlarına əsaslanaraq bildirir ki, bəzi hallarda bu dərmanlar effektiv olmayıb, bəzi hallarda isə xəstələrin vəziyyətini daha da pisləşdirib. Marneolidə gecə saatlarında baş verən yol nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Avtomobilin vurduğu 10 yaşlı uşaq hadisə yerində həyatını itirib. Daxili İşlər Nazirliyinin məlumatına görə sürücü saxlanılıb. Hadisə yerində uşağın ailə üzvləri toplaşıb. Müəyyən gərginlik yaşansa da patrul polisi vəziyyəti nəzarətə götürüb. Faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Hadisə Bolnisi Marneoli avtomobil yolunda baş verib. İlkin ehtimala görə yüksək sürətlə hərəkət edən sürücü az yaşlını görməyib. Qeyd olunur ki, bu yolun təhlükəsizliyi ilə bağlı daha əvvəldə dəfələrlə reportajlar hazırlanıb. ABŞ 35 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Vaşinqtonun açıqlamasına görə bu şəxslər və şirkətlər İrana kölgə bank sistemi qurmaqda kömək ediblər və Tehran bu yolla 10 milyardlarla dollar əldə edib. ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət ofisi xəbərdarlıq edir ki, İran hökumətinə və ya İslam İnqilabi Keşikçiləri Korpusuna hər hansı dəstək verən şirkətlər ciddi sanksiyalarla üzləşəcək. ABŞ-ın Maliyyə naziri Scott Bessent'in sözlərinə görə bu kölgə bank sistemi İranın hərbi qüvvələri üçün həyati əhəmiyyət daşıyır, qlobal ticarətə mane olur və yaxın şərqdə zorakılığı gücləndirir. Xalqlarımız instinktiv olaraq oxşar düşünür və məhz bu dəyərlər və ənənələr əsasında ABŞ və Böyük Britaniya dəfələrlə bir araya gəlməyi bacarıb. Bu sözlər Böyük Britaniya Kral Charles ABŞ konqresində çıxış zamanı deyib. Onun sözlərinə görə ABŞ və Birləşmiş Krallıq arasında qurulan ittifaq həqiqətən unikaldır və iki ölkə arasında çoxlu oxşarlıqlar mövcuddur.